Şamonun oxuyanlar içində, xanəndələr içində ən yaxın dostu, ən bir söz kimdir? Bəli, Zeynal Əhmədov. Gözəl xanəndəmiz və bütün Azərbaycanın fəxri. Əgər ürəyüzdən gəlirsə, Zeynal müəllimin şərəfinə bir gürültülü bir alqışlar gəlsin. Şamonun arzusudur ki, mənim dostum, mənim toyum, balamın toyunda ürək dolusu oxusun. Buyur Zeynal müəllim, xoş gəlmisən. Gün o günlər olsun, qalibin toyuna gələk inşallah. Sağ olayacaq, Allah səni var eləsin. Həmişə toylarda olasın inşallah. Mən də hamını salamıram, axşamız xeyir olsun deyirəm. Gözəl günləsin, hər birinizin subayına qismət olsun inşallah. Şama qardaş çox mübarəkdir, o gün olsun böyük toyun görəsən. Allah xeyir versin, Allah mübarək eləsin.
can ile canan olabilmez. Meysiz mezesi can ile canan olabilmez. Sevda dediğin herkese meydan olabilmez. Arifleri dindir. Arifleri dindir ki nedir şeyle senet. Şair yaralar. Şair yaralar. Ömre peşiman olabilir. Şamonu bir almıştı. Əziz qonaqlar, Allah sizlərdən razı olsun. Çox xoş gəlmisiniz. Allah Taala sizləri həmişə sevindirsin. Sizlərin gəlişi məni çox sevindirdi. Allah sizdən razı olsun. Elim, cəmaatım, qonaqlar, hər birinizə təşəkkür edirəm. Qarşınızda baş əyirəm, var olasınız. Allah Taala sizləri var eləsin. Təşəkkür edirəm. Həmişə balalarınızdan görəsiniz inşallah. Allah hər birinizi həmişə hörmətli eləsin. Ustad, var olasan. Musiqiçi qardaşlarım, əmlərim, Allah sizlərdən razı olsun. Təşəkkür edirəm. Əvəzxan Xan Kişiyev ustadımız, var olasınız. Hər birinizi salamlayıram inşallah. Ey sevrəm mən səni canım, sevrəm mən səni canım, gülrəman qədərim. Eylənəm ay maşallah, musiqiçilər bir alqışlayaq da. Mən bu dünyada səni koy bir cənnət bildim ama.
Zeynal müəllim Sağ ol. var ol. Allahımızdan razı olsun. Sağ ol.